Bu gün Naxçıvan şəhərində binalara istilik enerjisinin verilməsinə başlanılır. Şəhərdə yerləşən istilik məntəqələri tədricən işə düşür və xətlərə mərhələli şəkildə yüklənmələr aparılır. Qeyd edək ki, gün ərzində ünvanlara istilik enerjisinin tam şəkildə verilməsi planlaşdırılır. Şəhər üzrə istilik sistemi müəssisələrinin əməkdaşları tərəfindən mərkəzi istilik şəbəkəsinin yoxlanışı, boruların və avadanlıqların sazlanması tamamlanıb. Həmçinin istilik qovşaqlarında monitorinq sistemi qurularaq enerji axınının və avadanlıqların işləmə vəziyyətinin daim nəzarətdə saxlanılması təmin edilir. Bütün qazanxanalarda təmir bərpa işləri artıq tam olaraq yekunlaşdırılmışdır. 15 noyabr tarixindən istilik mövsümünün başlanması artıq bu gündən etibarən icra olunur. Bütün qazanxanalar növbəli olaraq yoxlamadan keçirilir və işə hazırlanır. Hal-hazırda əhali və qeyri-əhali istehlakçılara istilik enerjisinin verilməsi növbəli olaraq həyata keçirilir. Gün ərzində bütün əhali evlərdə olan istiliyin gəlməsini hiss edəcəklər və evlərdə artıq temperatur rejimi tam olaraq bərpa olunacaqdır. İlk növbədə məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər sosial obyektlərə istilik verilməyə başlanılıb. Eyni zamanda şəhər sakinlərinin mənzillərinə də ardıcıl olaraq istilik enerjisi ötürülür. Bu gün səhər saatlarında istiliyi veriblər. İstiliyi verəndə də bütün xətlərdə də problem olmayıbdır. İstiliyimiz gəlibdir. Bundan sonra da lap olacaq da. İndi təzə olduğuna görə də hələ çox istidir. Bugün ayın 15-idi, istiliyi veriblər, sağ olsunlar. Biz razıyıq, inşallah ki, hər şey bugünə qədər gözəl oldu, bugün sonra davam edər inşallah. Hər şey mükəmməl. İstiliyimiz gəlir, yaxşıdır, narazılığımız yoxdur. Sağ olsunlar, Allah köməklər olsun. Samiq Nuriyev, Tərlan İbrahimova, Samir Mehdiyev, NTV Xəbər.